Əzizlərim, hər birinizi xoş gördük. Deyir, Balidə möhtəşəm məbəddə dayanmışam və qərara gəlmişəm sizə qəşəng bir video yazacağım. Bugünkü video YouTube'umuzda daha çox Oxatan bürcü ilə bağlı olacaq. Sizə söz verdiyim nəhayət həmin video gəlir və may ayında bizim Oxatan bürcü nə gözləyir. İlk öncə olaraq istəyirəm sizə bu məbəd haqqında biraz məlumat verim. Məbəd ümumiyyətlə İndoneziyada müəyyən şah tərəfindən inşa olunmuş məbədlərdən biridir. Və 50 vasitəsilə qayaların içərisində çizdiyi, belə deyək də, kompleksdir, dua yeridir, ibadət yeridir, həm turistlərin gəldiyi məkandır, həmçində təbii ki, yerli əhalinin gəldiyidir. Və istəyirəm ki, Oxatan bürcü ilə bağlı olacaqsa çox möhtəşəm, may ayında sizə hansı proseslər gözləyəcək, onunla bağlı olacaq məlumat, informasiya verək və həmçinin də yerin enerjiləri ilə birləşərək sizə axından gələcək hansı məlumat varsa onu ötürək. Oxatan bürcü olan insanlara ait olacaq növbəti may ayında bizi nə gözləyir? Birincisi, yerin enerjilərinə minnətdarlığımızı bildiririk. Çünki hansı yerdə müəyyən video çəkəcəyiniz və yaxud məlumat verəcəyiniz çox önəmlidir. Oxatan bürcünün may ayında ilk öncə olaraq imperatriça, status, var dövlət, mal mülk, varlanmaq, bollanmaq, özünüzü qadın kimi xoşbəxt hiss etmək, ola bilsin yeni münasibətlər, ola bilsin ailə həyatı ola bilər. Kimsə sizə müəyyən ciddi bir təkliflərlə gələ bilər may ayında. Eynən və ağ atlı deyir prensi də görürük. Hansı ki atın üzərində belə deyək də sizə müəyyən təkliflə gələcək, əziz oxatanlar. Təbii ki, bəylər dinləyirsə xanımlar olacaq, yəni digər xanımlara göndəririk. Wow, bəli. Və bu kartonu göstərir ki, əslində xanımlar baxırsa, bəli, yəni sizin də ilk öncə olaraq may ayında kupa kraliçası kimi söyləyəcəksiniz özünüzü. Harda ki, sevgi mövzularında böyük dəyişikliklər, özünüzü sevimli hiss edəcəksiniz, özünüzü qiymətli hiss edəcəksiniz və daxilən emosional olaraq çox yumşaq bir enerjilərdə olacaqsınız və kiminsə xanım olacaqsınız, qəlbinin sahibi olacaqsınız və həmçinin sizin də bu sevgiyə açıq olduğunuzu göstəriləcək. Və bəli, müəyyən daxildə istər-istəməz özünüzü araşdırmaq, özünüzü yenidən kəşf etmək, özünüzü yenidən dərk etmək və təbii ki, bütün kartların da kombinasiyasına baxsaq, Ərmiş burada söyləyəcəkdir ki, bu sevgi münasibətində may ayında və yaxud da ki, yeni belə deyək də həyatınızın dönəmində siz özünüzü çox yaxından tanımağa başlayacaqsınız. Biləcəksiniz ki, siz kimsiniz? Bəli, çox gözəl bir o yanlış yaşamış olacaqsınız əzizlərim. Və növbəti olacaq, kartı da baxaq, o yanlışla da yanaşı bizi böyük bir transformasiya gözləyəcək. Hansı ki, bu transformasiyada, belə deyək, sizin nələrdənsə gedişiniz var. Siz nələrisə tərk edəcəksiniz, buraxacaqsınız və gedəcəksizlərim. Və bu transformasiya sizin həyatınızda nələri gətirəcək? Buna baxaq. Bu transformasiya həyatınızda artıq bu zamana qədər şübhə ilə duyduğunuz, etmək istədiyiniz proseslərdə artıq qəti qərar olacaqsınız. Artıq əlinizdə müəyyən məvacib mi olacaq, pul mu olacaq, status mu olacaq, güc mü olacaq ki, onu artıq istədiyinizi reallaşdıra biləsiniz. Bu transformasiya bəli. Və xüsusən də əgər xanımlar baxırsa, çıxacaq iki əsas kart bizə onu bildirəcəkdir ki, sizə xüsusi olaraq müəyyən bir şans veriləcək. Bu şans əsasında biz değnek kraliçasına görə görəcəyik ki, sizin müəyyən spiritual mövzuda mı olsun, müəyyən həyata olacaq daha praktik yanaşmaq. Əvvəl məsəl üçün biraz ruhaniyyətdə idim, uçurdum, heç nəyi ciddi almırdımsa, indi hər şeyi ciddi alacaqsınız. Çünki kulləyə transformasiya, dəyişimlər sizi məcbur eləyəcək ki, değnek kraliçasında. Həyatınızda gələn şanslara artıq böyük baxışla baxasınız. Özünüzü böyümüş görəsiniz, özünüzü inkişaf etmiş görəsiniz. Və sonuç olaraq buradaki kart bizə sonuç olaraq onu bildirəcəkdir ki, bu kartın energetikasında biz ilk öncə olaraq, belə deyək, yaşlı bir bəy, uşaq, itlər, bəy, xanım, ailə və pul anlayışını görürük ki, sanki sizin daxilinizdə çoxdandan axtardığınız müəyyən ailə tablosu və ailə mənzərəsi həyatınızda tamamlanmış bir etapda olacaq. Əziz oxatanlar, may ayında sizi bu gözləyir və ümidvaram ki, bu baxılım, belə deyək, bu informasiya və xüsusən də bu yerin enerjilərində, bəxtimizə, qismətimizə necə deyirlər düşən bu yerin enerjilərində çox gözəl bir dəyişim yaşayacaqsınız və may ayı həyatınıza böyük bir
uğurlar gətirəcək. Öpürəm hər birinizə, növbəti videolarda görüşənədək.